Gözəl insanlar, hər vaxtınız xeyir olsun. Mənim adım İlkindir. Telegram, TikTok və YouTube'dakı kupon kanallarının admini. Hamıya bol şans, uğurlar arzulayıram. Səhər saat 6-dan artıq yuxudan durub və analizlərimə başlamışam ki, təmiz bir beyinlə bu analizləri yekunlaşdırım və bir şeylərin o qədər də düz getmədiyi bir dönəmdə mən bunun fərqindəyəm, yaxşı bir nəticə əldə etmiş olaq. Hamıya bol şans arzulayıram qabaqcadan və bizim Telegramın linki aşağıda, Vaqifin Telegramın linki aşağıdadır. VIP qrupunun nömrəsini ekranda görürsünüz. Saytımızı izləyə bilərsiniz. Deməli, saytımız kupon, bu layihənin adı kimi 1.0 ilə .com.az. Bu belə. Bu da belə. Dünən Milanın çıxardığı oyunu, yəni biabırçılıq idi sadəcə. O oyunu oturub təkrar izləyin və artıq hər şey başa düşəcəksiniz ki, kimlər konkret olaraq oyunu satıb. Başda Allegri olmaqla da təbii ki. Ümumiyyətlə mənə elə gəlir ki, bu Jimenez kimi oyuncuları Milana hansısa bir Inter fanatı sizdə mənim bağışını itələyib. Bunun başqa bir adı yoxdur. Yəni, Santiago Jimenez'in nə bilim, gətirəsən və başqa bir hücumçun olmaya, sırf buna güvənəsən. Allah kömək olsun, Allah ağıl versin, başqa heç demirəm. Getdik dostlar, Girona Oviedo oyunu ilə başlayacağım. Deməli, bu Oviedo məşqçisi var. Mən bunu sayta dünəndən qoymuşam. Carrion 3 dəfə səfərdə Girona ilə qarşılaşıb və üçündə də uduzub. Bütün turnirlər daxil olmaqla. Bu La Ligada ən çox sarı kart görən 3 klubdan biri də Oviedo, 2 klubdan biri Oviedo'dur. İndiyə qədər 22 sarı kartı var. Deməli, oyunu biraz baxdım, beynimdə oynadım. Mən bu oyuna 2 dənə şey deyəcəm. 2-1 dəqiqə hesab və qırmızı plus penalti. Təxminən belə bir şey görürəm. 16-0, mən niyə bura 15 yazmışam? 16-0-0'dır. Deməli, Parma.com oyunu ilə bağlı saytımızda yer alan məlumatı görəcəksiniz və keçirəm Augsburg-Leipzig. Deməli, Bundesligadan bugün 2-3 oyun götürmüşəm. Erkən seans və 20-30 seansı daxil olmaqla. Hamısını şərh eləmək kimi fikrim yoxdur. Bu indənlə deyirəm, Bavariya həmin siyahıda yoxdur. Çünki qorxuram, Bavariya çox üstə oynayır. Bavariya hər iki hissəni udur. Hər iki hissədə az qala 1-5 üstə oynayır. Bavariya bugün çıxıb 0-1 də oda bilər. Ya da time'da vurar, oyun elə də bitər. Nəm çıxar 1-6, 0-6 kimi bir manyak bir hesabla da udar. Ona görə belə açıq-aşkar, bariz bir München Gladbach kimi komanda ilə oyunlarda mən Bavariyanı dəyərləndirməyəcəm. Keçən bir qardaş yazmışdı, Bavariya bir gün bizi çox pis raxlayacaq. Deməli, Augsburg-Leipzig. Burada uzatmaq fikrim yoxdur. Deməli, Augsburg ilə Leipzig oynadığı oyunda mən 2-5 üstü götürərəm, çəkilərəm qırağa. Bu oyun yəni mənə görə bu oyun bir tərəfli də üstə gedə bilər. Ona görə deyəm, qol-qola getməyəcəm bu oyunda. Zaten bu son 7 şəxsi görüşdən 5-də Ligada Leipzig özü ilə tək başına aparıb üstə bu oyunları. Bu ildə Augsburgun nə oynadığını bilirik deyə, potensial olaraq Augsburgun bir topu varsa, Leipzigdə beynimdə belə bir şey oynadım ki, Leipzigdə ən azı ikisini vursun. Çünki bu il Leipzig yaxşıdır əslində. Və Leipzig bu il outside favorit kimi 5 dənə oyuna çıxıb 5-də də udub. Çıx ud, amma bıraq, nə bilim, nə edirsən elə, 0-3 elə, amma 2-5 üstün, zamanın 2-5 üstün ver. Beynimdə belə bir şey qururam, ağlınıza batırsa. Hissə qazanarı bir şey verir mi bizə Leipzig'in? Deyə bilərsiniz, o metrikadan dolayı. Bu artıq 1.42-1.43 əmsaldır. Belə, yəni istəsəz onu götürə bilərsiniz, amma mən 2 proqnoz vermək istəməm bir oyuna. Ortalığa 2-5 üst və salam. Eintracht Frankfurt, St. Pauli. Burada bir təbii ki, bu cür oyunlarda bizim canlı ssenarimiz olmalıdır ki, məsələn, mənim başım qarışdı, indəndən deyirəm bəzi oyunları və siz onu götürürsünüz, yadınızda saxlayırsınız, kənara çəkirirsiniz. Frankfurt, bu məşhur o 1-5-5, 1-5-1, təsəvvür edin, bugün də 5-1 qutarır oyun. Daha o qədər də yox da. Burada Frankfurtda bir top bəs eləməyə bilər dostlar. St. Pauli 2 top vura bilərmi? Əlbəttə vura bilər. Ümumiyyətlə Ligada, indi Bavariyanı çox işin içinə qoymayaq. Əslində Bavariya da bəlkə də vurar, amma Bavariyanı işin içinə qoymasaq,
Bütün komandalara Eintracht bu liqada ən azı 2 qol vura bilər. Bax Dortmund daxil və s. Ən qapanan komandaya belə. Ona görə 2 top lazımdır burada Eintrachtda. Biri bəs etməyə bilər. Potensial olaraq birin qapısında görə bilər. Digər tərəfdən sən evində 1-5 uduzduğun Liverpool'a 1-5 uduzduğuna görə o Deutsche Bank Arena'da artıq yığışan insanlara Eintracht kimi komandalar hörmət qoyur. Yəni mən gördüyüm odur ki, qoyur hörməti. Və çıxıb bir üzrxahlıq eləyər ki, məsələndirəm. Mən 3-0, 4-0 açıq gözləyirdim burada. Nə bilim, qəza, bəla, 3-1 falan. Öz beynimdə oynayaraq. Çünki aşırı baskı ilə düzdür qol da yeyə bilər, amma time'da vurar və davam eləyər. İnşallah time'da elə həm time'da qolumuzu verər, həm də 2 topumuzu verər. Eintracht Frankfurt. Hamburg, Wolfsburg və Hoffenheim, Heidenheim oyunlarını toxunmayacaq. Brest PSG. Deməli, dostlar. João Neves, Fabian Ruiz yoxdur. Ruiz özdə. João Neves və Fabian Ruiz yoxdur. Məncə bu günün təklisi ola bilər, bu qol 2-5 üst. Brestin oyunundan dolayı qol 2-5 üst ola bilər bu oyun. Hətta time'da qol 2-5 üst gələ bilər, sonra da hamı dağılışa bilər. Başqa heç nə deməyəcəm, əlavəm yoxdur. Yəni belə. Napoli Inter. Burada deməli Højlund yox, Lobotka yox, Lukaku yox, Meret yox, Rahmani yox. Əsas məsələ təbii ki, burada Lobotka ilə Højlundun olmamasıdır da, düzdür. Valla bu oyuna baxırsan və orada elə ki 1-1-i görürsən. 1-1 dəqiq hesab olsun və zaten Napoli burada ikincini buraxmamaq oynayacaq, amma birini buraxmaya bilərmi? Bu Napoli da məncə yox, buraxacaq məncə. Inter buraxmaya bilərmi? Napoli hər nə eləyib birini vuracaq. Burada ya time 1 oynayıqsa, time 2 oynayıqsa belə bir şey gözləyirəm. Böyük ehtimal time 2 oynayıqsa daha çox ola bilər. Napoli ev sahibidir deyə. 1-1-ə çox oxşadıram bu oyunu. Qol-qolun da əmsalı 1.76-dır dostlar. Belə bir şey demək istəyirdim sizə. Və keçirəm İsveçrədən Sion Tun oyununa. Bu da qol-qol. Olar məncə, qol-qol gələcək bu oyun. Şəxsi düşüncəmdir, nacizanə. Brighton, Manchester United səfərinə gedir. O Brighton ki, son 4 səfər oyununda liqada gedir söhbət təbii ki. İlk olaraq qolu buraxıb səfərdə. Amma sonra nə olub? Time oyunları görmüşsünüz də bu il. Düzdür, evində də time oyunu City ilə eləyib Brighton. Baxıram oyuna dostlar. Belə bir şey keçir ağlımdan ki, bu oyunda 1-1 time'da məsələn deyirəm. Sonra da Brighton davam eləməzmi? Brighton 2 topu 2-13 əmsaldır. O saçını uzadan oğlan var, o vaxta qədər ki United 5 oyunu ardıcıl udmayacaq. O bugün Brighton'ı lənətləyə bilər ki, yəni Brighton elə komandadır ki, bu bərbərə yığırdım ki, hazırlaş, falan vaxtda məni yaz. Brighton bugün sürpriz eləyə bilər burada. Sürpriz deyəndə ki, yəni baxım dənə United Liverpool'u udu və s. da artıq bu 2 seriya başladı. Mən bu oyuna bir şey demək istəyirəm. Qol 2-5 üst yaraşar bu oyuna. 1.69 əmsaldır. Götürərəm, çəkirərəm qırağa. Vəssalam. Amma Brighton 2 topu ilə gəlsə, nə xoş mənə. O əla olar. Və yekunlaşdıram dostlar. Dortmund Köln. Yekunlaşdıram deyirəm, yəni saytda yerləşdirilən metrikaları bura qarışdırıb sizin vaxtınızı itirmək istəmirəm. Onlara özünüz baxarsınız. Dortmund Köln. Düzəldək, görək. Totem düşəcək bizə yoxsa yox. Deməli, flash skorla analiz edənlərə bir şey demək istəyirəm. Ayaq baxıram, Dortmundda Girasini göstərmir. Nətər yox deyil Girasi. Əsəb keçirmişdim az qala. Açıram sava skorda var. Çünki bu zədəli deyil, bir şey deyil də. Nəysə. Mən bu oyunda belə bir şey gözləyirəm dostlar. 2-0 belə olsa, məncə Dortmund aparacaq. 2-1 də olsa aparacaq. 1+1-5 üst. 1.48 əmsaldır. Ekstra bir proqnoz. Bu oyundan penalti gözləyirəm. Kölnün oyunundan dolayı. Penalti gözləyirəm. Atıram. Giraysi götürər əlinə topu qoyar. Dərindən bir nəfəs alar. Sonra çönər baxar hakimə. Hakim dabronu verdikdən sonra tık qoyar qapıya. Qaçırmasa. Penalti olacaq məncə bu oyunda belə bir şey. Amma 1+1-5 üst. Belə bir seçimim var dostlar.
Hə, bir şeydən altına xətt çəkəcəm. Burada dəfələrlə olub, mən demişəm ki, məsələn, Dortmundda açılıb 1.30 neçə əmsalda, qələbə 1.5 üstün götürsən 1.48 əmsal. Və birdən bir-iki nəfər çıxır deyir ki, qaqa, onun bizə yedizdirməyəcəkləri, nə bilim, nə, belə-belə söhbətlər edirlər o. Bax o, hamının da beynin qarışdıra-qarışdıra gəzirlər. Sonra məsələn, bu eyni oyunda götürüb qol deyirsən, qaqa, oynayacaqdım dana şeyə, nədir, Dortmundda qələbə 1.5 üstün, niyə cəmadə çaşdırırsan, sən? Kontoramı işləyirsən, belə-belə danışıqlar. Belə, nə olur, ala? Nə baş verir? Eyni adamlar da, eyni beyindir, eyni səhvlərdir yazılarda, eyni, nə bilim, az qala deyəcəkdim, xətdir, WhatsApp-dır, qəşəng xətləri var. Valla, mən futbola əsaslanıb bunu deyirəm. Futbola əsaslanarsa başqa min dənə şey deyə bilərəm. Prosto baxıram oyunlara, ağlıma batanları seçirəm. 1.76 da var, 1.90 necə də var, 2.11 də var, məsələn, Brighton 2 topu, gəlməyəcək də. Nə bilim, 1.50 də var. Xoşun gəlmir, izləmə əziz qardaş. Mən demirəm ki, mən ən yaxşıyam. Nəyin ki ən yaxşıyam? Bəlkə də heç ən pis də deyiləm, o dərəcədə pisəm. Öpürəm sizi.